Link & Co. Güzel proyektlərdən biri. Promatın ən yumuşaq olan popit rezinlərini hazırladıq. Link & Co logosu gözümüz aydın var. Düymələri vurduq, tabanlığı vurduq. Burada bizə ait bir fərq var. Burada qoruyucular var. Ona görə ki, burada şuruplar deşməsin. Həm də çox yumuşaq ayaq altıdır. Su da keçməsin orada. Səliqə səhman. Hər gün çalışırıq, yenilik eləyək. Müştərilərimiz də bunu görsün, istifadə eləsin. Lüləyin uzunluğunu görürsünüz. Bu nə qədər material sərfiyyatı deməkdir. Bax, ən axıra qədər. Ən axıra qədər. Yəni buradan yox. Buradan yox. Ən axıra qədər. Və burada sizə xoş olan başqa nüanslar da var. Məsələn, görürsünüz, maşın fonunda düymə var. Aha, bax, burada da düymə var. Necə ola bilər görəsən bu? Bunun olmağını istəyiriksə, oydur. Burada da düyməsi var. Promatın qonağı olması lazımdır bunun üçün. 2 dəfə xərcə düşməyin. Burada da düyməsi var imiş. Bəs burada oturanda ayaq altı deməli sürüşməyəcək. Qəribədir. Bu da bagaj. Bu artıq şeydir. Bu işin ən əsas hissələrindən biridir. Baxaq. Birinci hissə. Yaxşı. İkinci hissəyə baxaq. İkinci hissədə geçsin. Axıra qədər. Bu da axıra qədər. Şimdi qalxsınlar ikisi də. Mükemmel. Buradan da baxaq. Yine burada da düyməsi var imiş. Baxaq görək, burada da düymə var. Görün nə qədər düyməsi oldu. Bir dənəsi burada var imiş. Qəşəng. Oturuş mükemmel. Proyekt işləmək lazımdır sadəcə. Bu olmasa düymələr, bunlar oynayacaq mı? Sərnişin tərəfində Link & Co. Eyni logo da burada. Bizim tərəfdən. Allah xeyir eləsin.